Gəldi əlamətələrin bütün sosial şəbəkələrdə fake İlham Əliyevdən, bu fake'dir. Yeriyəndə əlini gah qabağına qoyur, gah dalına qoyur. Heç İlham Əliyevə oxşamır. Bu fake İlham Əliyevdir. Baxın, bu həqiqi İlham Əliyev. Görürsə həqiqi İlham Əliyev. Elə deyilmi? Həqiqi İlham Əliyev. Həqiqi İlham Əliyev. Elə deyilmi? Elə stoykasından bəllidir. Amma bu fake İlham Əliyevdir. Fake İlham Əliyevdir bu. Baxın, baş, göz, quruluş, qulaq, burun, hər şeyini deyə bilərsiniz ki, burnunu düzəltdirir. Bütün sistem dəyişir. Yaxşı, yalan gerçək bəyək qadın alayım. Bir-iki prezident aparatından əlaqəli adamla danışdım. Dedi, prezident aparatında yuxarı tərəfində pıçı-pıçı gedir. Dedim, ay, nə pıçı-pıçıdır? Dedi, Qabil, sən deyirsən, ha, o vaxtı Rövşən Əkbərov və Səmətulun qız nəvəsi Nazir Mavini, o general Kərim Vəliyev, İlham Əliyevin 13-cü ildə 3 milyarda İsrailin gücünlə oxşarını, çox tədbirlərə özü getməsin, oxşarını hazırlatdırıbdı 3 milyarda. İndi bu oxşarı hazırlayan İngilislərlə əlaqəli şirkətlər də, yəni belə ki, hansısa bir laboratoriyalardır da, hansısa bir adamı düzəldirlər, dəyişdirirlər, üz, göz, maska, sifət, o Polad Ələmdarı necə dəyişmişlər. Bunu da elə. Qabil deyir, prezident aparatında söhbət gedir ki, İlham Əliyev 3 milyard verməliydi oxşarının hazır olmasına. Amma pulun yarısını ödəməyibdi. O da oxşar da elə bir ki, birdən-birə düzəltmirlər, ha. Məsələn, estetik əməliyyatlar, dəri əməliyyatları, müəyyən əməliyyatlar olur, 6 aydan birdən bir, yəni yavaş-yavaş əməliyyata soxurlar da. Aylar, yox, illər çəkir bu. İlham Əliyev də ilkin ödənişi eləyibdi, pulu vermirmiş. Bunlar da, bu laboratoriyalar, bu şirkət, bu işi görən, tək Yahudilər də deyil, bu başqa güclərlə əlaqəlidir. Baxırlar ki, İlham Əliyev pulu vermir, verməkdən deyim, boyun qaçırır. Bunlar da İlham Əliyevin oxşarında bəzi detalları düzgün yerinə getirməyiblər. Elə bir ki, qardaş, maşın alırsan, deyirsən, maşının yarı pulunu verirəm, yarısını da verəcəm, maşını götürəcəm səndən. Yarı pulu vermirsən, maşını götürürsən və yaxud söz verirsən, verəcəm, götürürsən, sonra baxırsan ki, adam maşını 50 dənə əmma eləyib, təzə təkərləri çıxardıq, köhnəsini basıb yerinə, müxtəlif əmmalar eləyib. İlham Əliyevin oxşarı var, oxşarı, keçmişi qadın olubdur. İlham Əliyev 3 milyardı vermədiyinə görə, yəni bir hissəsini verib qalanını vermədiyinə görə, bunlar əməliyyatı biabırçı şəkildə sonlandırıblar. Yəni, İlham Əliyevin oxşarının qanı yoxdur. Yəni, istər qadın, istər kişi qoymayıblar. Zaten bəlkə də İlham Əliyev də bilirmiş, deyiblər ki, sən pul vermirsən, onu da qoymayacaq. İlham Əliyev də deyib, məcbur qoyacaqlar, o nə deməkdir ki? O nə demək, bəbə hardan çıxış eləyəcək? İlham Əliyevin oxşarı quşlar kimi, sıçdığı yerdən siyir, bəzi heyvanlar deyilədi. Bax, İlham Əliyevin oxşarı prezident aparatında danışırlar, mən onların yalancısıyam. İlham Əliyevin hər kəsə attı, arvada attı, uşağa attı, dosta attı, dünyanın böyük ailələrinə, Astor ailəsi, Rockefeller, Soros, hamıya attı, Putinə attı, Erdoğan'a attı, xalqa attı, ay, hamıya ata gəldi. Ay, axırda bunun oxşarını düzəldən adama da attı. Ay, cəmiliyə də attı. Ay, uşağın əlindən aldı, attı. Ay, nə bilim, dədəsinin milyonun cinayətçi qaldırdılar, dədəsinə attı. Ay, anasını ümumiyyətcə zəhər atdılar, yeməyinə öldürdülər anasını mehriban. Ay, kişi, hamıya attı. Atan şıqdı İlham Əliyev. Bir dənə bilmə, Allah Teala'ya da atır bu adam. Atış gəlir. İşin yarıdan o ana pulu ötürmür deyə. Bunu düzəldənlər deyənməz ki, İlham Əliyev ver pulu, cinayətçi qaldırarlar, beynəlxalq məhkəməyə verərlər. Belə şey gizlin aparılır. Bunu eləyənməzlər. Nə edirlər? Qoymurlar. Sadəcə CD kanalını dəliyindən çıxardırlar. O adam əslində qadındır. Elə işdir. Bəlkə də qadın deyil. Axırı ki, bütün hallarda deyirlər qadındır. Əgər İlham Əliyev pulu yaxşı versəydi, həm əməliyyat yaxşı aparılacaqdı, burun, baş, hər şey İlhama oxşayacaqdı, həm də yerində olacaqdı. Uzun sözün qısası, qardaş, İlham Əliyevin oxşarının, hansı ki görünür, qulaq başqa, alın başqa, figura başqa, duruş başqa, hərəkət başqa, hər şey başqadır. Ay, bir qulaq gündə bir şey eşitməsə, kör olar, kar olar. İlham Əliyev, bəs döysən bə. Bəs döysən bə. Ağlımıza gəlməyəni başımıza gətirirsən sən. Bəs döysən bə. Ay, adam mutfilm daha. Adam...